Maskировka geçmiş o. Bunun içinden çıkmıştı bu şey. Ano. Sabirabad rayon Surra kənd sakini Əsgərov Xanbala Balabəyoğlu şəhid Əsgərov Firavanın atası. Firavan 2001-ci ilin mart ayının 14-də məhz bu otaqda, bu evdə dünyaya göz açıb, gözümüzün ağı-qarası bir oğul idi. Körpəliyindən bu küçədə, bu tayfada körpə uşaqlar olmadığına görə Firavan gözünü açdığı gündən ta yeniyetmə olduğu vaxtlara kimi böyüklər içərisində boyatdı, böyüdü, boya başa çatdı. Ancaq ağsaqqalların, yeniyetmələrin, gənclərin nəsihəti ilə böyüdü. Orta məktəbə də Surra kənd Şəfi Babayev adına tam orta məktəbin şagirdi olub. Körpəliyindən Firavan zəhmətkeş, öz halal zəhməti ilə çörək qazanan bir oğul kimi böyüdü. Çılğın idi, inadkar oğul idi. Nə deyərdin, baş üstə deyib o işi yarıdıb dala qayıdan oğullardan idi. Və texnikaya böyük həvəsi var idi. Özüm mən ekskavator işlədirdim. Sənəti öyrənməyə özünə üstün bildi, mənim sənətimi. 7-ci sinifdən o mənim sənətimi yiyələndi. Az yaşlı olsa da həvəskar kimi hansı şirkətdə işləyirdimsə, çox fəallıqla o işləri yanımda mənim yerinə yetirirdi, tamamlayırdı. Orta məktəbi qutarandan sonra 2019-cu ilin aprel ayının 20-sində Sabirabad rayon hərbi səfərbərlik məntəqəsindən hərbi xidmətə yola salındı. Andiçmə məntəqəsi Cəlilabad rayonunda xüsusi təyinatların qruplaşma olduqları yerdə hərbi hissə səhv eləmirəmsə, ora oldu. 10 gün dördü xidmət elədiyi Firavana artıq orada maşın da vermişdilər ki, bu uşaq səriştəsi var, çox böyük başarığı var. 40 gündən sonra orada Andiçmə hərbi hissəsində vaxt tamam oldu. Qaradağ rayon Şubani qəsəbəsində xüsusi təyinatlı qüvvələrə əsgər kimi o göndərildi. Orada da yenə öz birliyi ilə, bacarığı ilə, özünün davranışı ilə, davamiyyəti ilə hərbi hissənin, bütün heyətin, tanıyanların tərifini eşidirdik. Tərifnamələr də gəlib, qramotalar da gəlib. Baş sürücü elektrik vəzifəsini almışdı. Hərbi bileti də orada qeyd olunub. 2020-ci ilin Tovuz döyüşlərində Firavan iştirak elədi. Zəng eləyib deyirdi ki, ata biz ermənilərdən öz qisasımızı yavaş-yavaş alacaq deyəsən. Amma anama bildirmə ki, mən burada Tovuz döyüşlərində iştirak edirəm. Həqiqətən də bildirmirdim, sir kimi saxlayırdım ki, anadır, dözməyəcək. Oradan gələndən sonra İsmailli rayonunun Yeniyol kəndində hərbi təlimlər başladı. Ağır təlimlər idi. Pakistan ordusu və Türk ordusu ilə çox böyük ağır təlimlər başladı. Yanına bir-iki dəfə getdim, görüşdüm. Həqiqətən də çox ağır təlimlər keçirdi orada. Orada mənə sual verdi ki, ata, hələ müharibədən bir xəbər yoxdur. Dedim, ay oğul, nə müharibə, nə danışırsan? Dedi, yox, bizi hazırlayırlar. İnşallah torpaqlarımızı azad eləməyə gedəcək. Əskəriyə getməmişdən qabaq o yadımdan çıxdı. Dedim, burada ekskavator götürdü. Tapşırdı ki, ata, bu ekskavatoru heç kəsə vermə. Mən əskəriyimi, xidmətimi qutarım, gəlim. Ondan sonra sən onu qaytararsan mənim özüm. Harada gedib işləyərsən. Onun ekskavatorunu işlədirdim. 27 sentyabr günü gördüm, himn salındı. Ekskavatorda radio işləyirdi. Müharibənin olmağın elan elədilər. Bir gün qabaqdan da mənə dedi ki, biz getdik. Bizə xeyir dua verin, haqqınızı halallayın. Görüşə bilmədim, getdilər. 27-ci günü o qara günlər başladı. Kür qırağında yaşayırıq. Elə bir ki, kürün axır səsi, üzbəri axır. Bütün nə varsa hamısının səsi küyü gətirirdi bura. Hamı bir-birinə dəymişdi. Mərmi atılanda, bombalar atılanda bizim gözümüzə yaş sel kimi axırdı ki, o hər bir bomba bir şəhid deməkdir, bir qazi deməkdir. Firavan getdiyi gündən 9 gün xəbər olmadı. 9 gündən sonra xəbər gəldi ki, özü zəng elədi ki, ata biz bəs. Bunlar kəşfiyyatın rabitəsində idi, özü sürücü idi. Biz tez-tez əlaqə saxlaya bilmirik. Hər an izləyirlər, seti izləyirlər, dalğanı tuturlar, vura bilərlər. Biz görüntü verə bilmərik, iz verə bilmərik. Dedi, ata, şəhidlərdən bir söz demirlər. Dedim, yox oğlum, heç bir söz yoxdur. Dedi, komandirimiz
Şəmkir rayonunun Keçilər kəndindən Qəhrəmanov Süleyman, xüsusi təyinatların kapitanı, Firavan bölük kapitanı. Dedi, gözümüzün qabağında şəhid oldu. Firavanın döyüş yolları çox böyük olub. Az yaşı da olsa öz hünəri ilə, sürücülük hünəri ilə bütün heyətdə bir ad-san qazanmışdı. Suqovuşan, Murovdağ, Kəlbəcər, Füzuli, Xocavənd, Zəngilan bu bölgələrin belə deyək ki, bu hərbi hissələr qartalları oldular, irəli gedən qartalları. 19 oktyabrda Firavan zəng elədi, şəkil attı, kısa bir metrajlı video attı ki, bunu yayım eləməyin, olmaz, məxfidir. Gələndən sonra özüm lazım olan yerlərdə qeyd eləyəcəm bu şəkilləri. Son səsi, son görüntümüz o oldu. Görüntülü danışmamışdıq. Düzü səslə, mesajla yenə də işə getdim. 20 oktyabr günü. Elə bir ki, dünyalarım qaraldı. Səhər tezdən idi. Hiss eləyirdim ki, nəsə var. Anası da zəng eləyir, dedi ki, uşaqdan nə xəbər var? Dedim, vallahi mesaj yazılıb, amma hiss eləyirdim ki, onun mesajı deyir bu. Hamı mənə zəng eləyir, soruşub maraqlanmayan adamlar zəng eləyir. Firavandan nə xəbər var? Deyirdim, danışmışıq, mesaj yaz. Danışmamışıq, mesaj yazıb. Komandir yoldaşları, döyüşçü yoldaşları onun adından yazıblar. O da 20 oktyabr günü səhər saat 7-də Xocavənd rayonunun belə götürəndə Hadrut qəsəbəsinin Məlikcan kəndi var. Son döyüş əməliyyatını yerinə yetiriblər. O lazım olan mövqeyini alıblar. Səhər tezdən öz döyüşçü yoldaşı ilə gediblər kəşfiyyata, ərazini yoxlamağa, müşahidəyə. Qabaqlarına bir nəfər bizim milli formada erməni döyüşçüsü, terroristi çıxır. Yanındakı deyib ki, bizim millətdir. Deyib, bizim millətsə erməni dilində niyə danışır bu? Firavangildən 30 metr aralıda dəmir varata var, video kameralar da var, onların yəni çəkilişim var orada, gedib gəlmişəm. O məsafə ilə bu erməni döyüşçüsü danışır. Çör ki, Firavanı vurmaq istəyəndə Firavan cəld olur, vurur. Yanındakı əskər həyəcandan Firavanı atıb qaçdı ki, gedim xəbərliyim. Firavan lazım olan mövqeyini, özünə ölü nöqtəni seçir və başlayır döyüşməyə. Bu da öz komandirinin danışdığıdır. Firavan başlayır o ermənilərlə vuruşmağa. Bu ermənilər də Asala terror təşkilatının başçıları, hal-hazırda bizdə həbsdədirlər. Məhkəmələrinə getmişəm 8 dəfə. Mıkritsyan, Ludvik, Xosrovyan, Alyosha hər birisi 20 il həbs aldı. Bizim Azərbaycanda həbsdədirlər və onların başında olan 9 nəfərlik döyüşçü ilə. Onlardan Firavan 4-5 nəfərin vurur, məhv eləyir. Firavan 2 güllə yarasından həmin yerdə şəhid olur, şəhidliyə uzalır. Komandirin dediyi söz odur ki, mən deyir, bu boyda polkovnik, yanına getdim deyir, o başını qaldırdı, dedi ki, məni vuran o erməni idi, erməni deyir, göstərdi. Artıq deyir, onlar deyir, biz götürmüşdük yerdə 8 nəfəri, əsir götürmüşdük, dedi, məni vuran o oldu və o vurdu, axırıncı gülləni mənə o vurub. Son şəkili o portretdə olan şəkildir. Qatar belində nə var, hamısı təbii, yəni orada arxadakı o şəkil, o bayraq ya şey ola bilər, montaj şımıla, yəni paltarı hamısı, əynində olan paltarlar da gəlib, papağı da gəlib, belindəki bıçaq da gəlib. Döyüş yoldaşları buraya gələndə danışdılar ki, 7-si gün idi, bilmirəm, 40 gün idi, gəlmişdilər. Dedi ki, Firavan məktub yazıb qoymuşdu ki, mən şəhid olsam, bunu atama, anama verərsiniz. Sonra 2 gün keçdi, gəldi ki, o məktubu qaytarın verin özümə. Aldı deyir bizdən. Bilmirik, cırda atdı, yoxsa neynədi, özü aldı. 4 il keçdi Firavanın şəhid olduğundan sonra. Bir gün gəldim evə, gördüm anası oturub ağlayır, mənə danışdırmır. Bala, niyə danışdırmırsan mən, neynəmişəm? Dedi, sən məndən məktubu gizlədirsən, bildirmirsən. Dedim, nə məktub, nə danışsan sən? Dedi, bax, Firavanın orada, biz kaşlok deyirik də, nə bilim, nə deyirlər, kitabça kimi. Onun arasından tapdım, elə püküb qoyub kağızı, məktubu, balaca vərəqdir, dəftər vərəqəsi. Ürək sözlərin yazıb qoyub. Firavan uşaq dostu idi, həm dəcəli idi, həm mehriban idi, həm böyüdükcə qayğıkeş idi. Balaca da olsaydı, çox mehriban idi. İbtidai sinif dərslərini yaxşı oxudu. Yuxarı pilləyə qalxdıqca onun dərsə meyli olmadı, ancaq texnikaya meyli oldu. Atası danışdı hər bir şeyi. 18 yaşında məktəbi qurtardı, hərbi xidmətə getməyə vaxtı çatanda mən istədim ki, əskərliyə getməsin. O özü dedi ki, elə şey ola bilməz. Mən alda qalan oğullardan deyiləm. Mən öz hərbi xidmətimi gedib kişi kimi çəkib gələcəm. Əskərliyə getdi və onun gəlişini səbirsizliklə gözləyirdim. Qurtarmağına az qalmışdı. Prikazlar da, əmrlər də verilmişdi. Evə gələcəkdi. Sentyabrın 27-sində müharibə başladı. 2020-ci ildə. O da öz döyüş yoldaşları ilə müharibəyə qatıldı və vətənimizin azadlığı uğrunda səfərbər oldular. Ali Baş Komandanımızın əmri ilə hər birisi səfərbər oldular. 30 illik torpaqlarımızı işğaldan azad etdilər. Oktyabrın 20-sində şəhidlik zirvəsinə ucaldı. Mən fəxr eləyirəm, mən öz oğlumla fəxr eləyirəm. Belə bir igidin anasıyam.